Çox qəddar bir ailədə böyümüşəm. Uşaqlıqdan bacımla mən ailədə şiddət görmüşük. 20 yaşımda vasitəçi ilə bir oğlanla tanış oldum. Onu özümə çox yaxın bildim, hər dərdimi danışırdım. Onun da ailəsi problemli idi, atası anasına şiddət göstərirdi. Danışıb görüşüb evlənmək xəyalları qururduq. Ailəm onu qətiyyən istəmirdi. Məni başqasına vermək istəyirdilər. İstəmirəm deyəndə sənin söz haqqın yoxdur deyirdilər. Artıq dözə bilməyib evdən qaçmaq qərarına gəldim. Sevdiyim oğlanla qaçdıq, ailəsi məni qəbul etmədi. Ev tutub bir neçə gün o evdə qaldıq. O bir həftə mənə 20 il çəkdiyim əziyyətdən betər oldu. Telefonunu gizlicə yoxlayanda məni aldatdığını gördüm. Bunu ona deyəndə isə mənə əl qaldırdı. İndi ailən də səni istəmir, el eləmə ki, mən də səni atım. Nənəm babam zəng etdi, qayıt səni qəbul edirik dedi. Qaça-qaça onların yanına getdim. Bir il nənəmgilə qaldım, amma oğlanla danışmağa davam edirdim. Artıq ona qaçmışdım, məcbur evlənməyi düşünürdüm. Bir gün yenə əl qaldırdı mənə, şikayət edəcəyimi dedi. Fikirlərimi montajla yayacağını dedi. Məni qorxutmaq istədi, amma susa bilməzdim. Anasını atasına yığdım. Gəldilər, onu gözümün qabağında döydülər. Atamla anamla barışdıq, çünki xərçəng olduğumu öyrəndilər, əvvəlki qədər şiddət göstərmirdilər. Atama anama hər şeyi dedim, oğlanı məhkəməyə verdik. İndi nişanlıyam, nişanlandığım oğlan məni çox sevir, ailəm də razıdır. İlk dəfədir ki, özümü güvəndə və xoşbəxt hiss edirəm.